Heç düşünmüsünüzmü? Defilimpiya, paralimpiya və xüsusi olimpiya oyunları arasındakı əsl fərq nədir? Gəlin bu üç fərqli dünyaya birlikdə baxaq. Paralimpiya 1960-cı ildən keçirilən paralimpiya oyunları fiziki məhdudiyyətli peşəkar idmançıların arenasıdır. Burada idmançılar əlillik dərəcələrinə uyğun xüsusi kateqoriyalarda yüksək nailiyyətlər üçün yarışırlar. Defilimpiya oyunları 1924-cü ildən bəri eşitmə və nitq məhdudiyyətli idmançıları birləşdirir. İştirak üçün eşidən qulaqda ən azı 55 desibel itki olmalıdır. Eləcə də yarışda eşitmə aparatından istifadə qadağandır və hər şey səs yox, işıq siqnalları ilə tənzimlənir. Xüsusi olimpiya oyunları isə ilk dəfə 1968-ci ildə təşkil olunur və tamamilə fərqli bir fəlsəfəyə malikdir. Burada əsas hədəf rekord deyil, intellektual məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasıdır. Hər kəs qalibdir prinsipi ilə keçirilən bu oyunlarda əsas məqsəd inklüzivlik və sosial bərabərlikdir. Paralimpiya ilə fiziki sərhədləri, defilimpiya ilə səssiz maneələri, xüsusi olimpiya ilə qəlblərdəki divarları aşırıq. Bu, insan iradəsinin dünyaya ortaq ismarışıdır.